Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki biz bugün Kur'an-ı Kerim'in bize öğretmiş olduğu bir həqiqət barəsində danışacağıq. Halbuki bu həqiqəti demək olar ki, bütün insanların bilməsinə rəğmən, insanların bir çoxunun da bu həqiqəti unutduğunun daha çox şahidi ola bilirik. Həmin həqiqət bundan ibarətdir ki, Allah Müteal Kur'an-ı Kerimdə insana çox tez-tez bir həqiqəti xatırladır. O da budur. Allah insanları gördüyünü, insanların etmiş olduğu əməlləri bildiyini insana bildirir. Nümunə üçün baxsaq, Ələq surəsində Allah buyurur ki, Ələm ya'ləm bi annallaha yara. Məgər bilmir ki, Allah onu görür. Yəni bir insan əgər bir yanlış əməl edirsə və o bilmir ki, Allah onu görür və Allahın onu gördüyünü bilə-bilə bu əməl edir, bu ağla sığmır. Digər bir ayədə Allah Müteal Hucurat surəsində buyururdu ki, İnnallaha ya'lemu qaybes semavat vel-ard. Vallahu basirun bima ta'malun. Həqiqətən Allah göylərin və yerin gizlini və aşkarını bilir. Allah etdiklərinizi görəndir. Yenə də Allah Müteal burada bizə xatırladır ki, yəni mən sizin etmiş olduğunuz əməlləri görürəm, bilirəm. Bundan xəbərdaram. Başqa bir ayədə də Allah Müteal buyururdu ki, İnnallaha bima ta'malun basir. Yenə də bildirir ki, Allah etdiyiniz əməlləri görəndir. Bu həqiqətin bu qədər vurğulanmasına nə kimi ehtiyac var? Allah nəyə görə bu həqiqəti bizə bu qədər xatırladır? Ona görə xatırladır ki, Allah Müteal insana bildirir ki, yəni mənim səndən xəbərim var. Sənin üzərində bir ki, hər şeyi bilən və görən bir varlığın, Allahın qüdrəti var. Amma yenə də buna rəğmən insan unudur. Allah hətta insanın etdiklərindən əlavə bunu buyurur ki, Qur'an-ı Kərimdə Peyğəmbər sallavatullaha onlara de ki, siz öz qəlbinizdə olanı gizlətsəniz də, aşkar etsəniz, Allah onları bilir. Yəni hətta bir şey etməsəniz, qəlbindən keçirsəniz də, Allahın ondan xəbəri var. Bu ondan xəbər verir ki, yəni bunun fərqində olun. Fərqində olun ki, Allah sizi görür. Allahın sizdən xəbəri var. Və biz baxsaq, alimlərdən birinin bir nəsihəti var. O bildirir ki, indi sizə bir kəlmə deyəcəm ki, o kəlmə hər şey üçün kifayətdir. Və ardıca davam edirdi ki, moizə lazım deyil ki, bir kitab olsun. Elə bir cümlə də kifayətdir. Həmin cümlədə budur ki, bil ki, Allah səni görür. Yəni, sən bunun fərqində ol ki, nə əməl edirsənsə, Allahın səndən xəbəri var. Ondan sonra əlbəttə insan bunun fərqində olsa, bir pislik etməz ki, fərqində olar ki, mən pislik edirəmsə, uyğun olmayan bir əməl, yanlış əməl edirəmsə, Allahın məndən xəbəri var, Allah məni görür, Allah məni görə mən bunu necə edə bilərəm? Və insan bunun fərqində olsa, özünə bir çəki düzən vermiş olacaq. Mənəvi səliqə səhmanına da diqqət etmiş olacaq. Amma yox, insan bilirsə Allah onu görür, yenə düz günahına davam edirsə, onda o, Allahı ona baxan ən əhəmiyyətsiz bir şey hesab edir. Bu çox ağır bir mövzudur. İshak ibn Əmmar deyir ki, İmam Sadiq əleyhissalam belə buyurdu. Ey İshak, Allahdan elə qorx ki, sanki səni görür. Amma bil ki, əgər sən onu görmürsənsə, şübhəsiz o səni görür. Sən onu görməsən də bil ki, o səni mütləq görür. Əgər inanırsan ki, səni görmür, bil ki, Allahın səni görmədiyini düşünürsənsə, sən kafir olmuşsan. Yox, əgər onun gördüyünü bilirsənsə ki, o səni görür, buna baxmayaraq, yenə günaha davam edirsən, belə olan halda onu sənə baxanların ən yüngülü hesab edirsən. Demək, ehtiram göstərmirsən Allaha. Necə olur ki, bir adam bilərsən ki, sənə baxır, mümkün qədər özünü yaxşı apararsan, yanlış bir davranış göstərməzsən. Sənə varlıq aləminin sahibi olan, mütləq qüdrət sahibi olan Allah baxır, Allah səni görür. Amma sən bunu əhəmiyyətsiz hesab edəsən. Bu insafdan da deyil. Və bu ifadə onu deməyə əsas verir ki, biz bilməliyik ki, bu həyatda Allah Mütealın hər bir şey nəzərindədir. Kiminsə kiməsə etdiyi pisliyi də Allah bilir, kiminsə kiməsə etdiyi yaxşılığı da Allah bilir. Və Allah hər bir şeyi qiymətləndirir və heç bir şey unutmur. Təkcə bu həqiqəti
Allahın bizi görmüş olduğunu anlamış olsaq, bu bizim bütün həyatımız üçün kifayət edir ki, həyatımızı doğru bir formaya sala bilək.